Öncə hər birinizin Qurban Bayramını təbrik edirəm. Hər birinizə belə xoş, ruzi, bərəkətli bayramları hər birinizə nəsib edirəm. İnşallah bu Qurban Bayramı hər birinizə daha düşərli və daha möhtəşəm şəkildə gözəl bayramlar keçirmisiniz. Ümid edirəm və istirahətinizi də bol arzu edirəm ki, hər zaman belə xoş istirahətlərdə olasınız. Bilirsiniz ki, bugün biz artıq məzuniyyət cədvəlinin qurulmasını sıfırdan quracağıq. Bonus olaraq düzdür, proqramda əmək məzuniyyəti idi, amma bonus olaraq mən sizə sosial məzuniyyət də göstərəcəm. Yəni həm əmək, həm də sosial məzuniyyətin işlənməsini göstərəcəm. Yenə həmənki kimi çox sadə dildən, çox sadə düsturlardan, yəni öncəki dərsdə də gördünüz ki, bir-iki dənə funksiyadan bütün təmiz tabeli cədvəlləri qurub işləyirdik. Ona görə burada da məzuniyyətdə də çox sadə düsturlardan tamamilə məzuniyyət cədvəllərini işləyib hazır qoyacağıq. Həm məzuniyyətin hesablanması, həm də məzuniyyət haqqında ümumi cədvəlləri hazır qoyacağıq. Hazırsınızsa dostlar, biz artıq başlayaq məzuniyyət cədvəlinin qurulmasına. Birinci gələk işçi haqqında bir dənə ümumi bir dənə cədvəl hazır saxlayaq kvadrat halında ki, bu məsələn işçi haqqında belə deyək də, işçinin vəzifəsi, adı, soyadını falan burada qeyd edək ki, bilək ki, bu hansı işçi üçün cədvəl hazırlanır. Yazırıq bura, tutalım ki, bizim İsmail, belə deyək də, İsmail tutalım ki, Novruzov haqqında. İsmail Novruzov məsələn məzuniyyətə çıxır bizdə. Gəlirik bura qeyd edirik, yanında da vəzifəsini qeyd edirik ki, səhv salmayaq. Bəlkə həmin adda, həmin soyadda adam ola bilər. Məsələn yazırıq adının, soyadını, bir də vəzifəsini. Məsələn indi növbəti dəfə başqa bir adamın məzuniyyətini işləyəndə buradan gəlir, adının, soyadını dəyişdirir. Yəni bu çox sadə bir şeydir. Yəni konkret kimə aid olduğunuza yazıb qeyd eləmək üçüncə bura qeyd edirik. Daha sonra bura işçinin rəsmi qross əmək haqqısını qeyd edəcəyik. Daha sonra işə başlama tarixini, məzuniyyətə çıxdığı tarixi və s. indi düzəldək, hazır qoyaq. Məsəl üçün birinci buradan ona kvadrata salaq, birləşdirək. Daha sonra yeni qaydadan çəkək ki, 4 dənə xananı biz bura yerləşdirək. Yazırıq bura əmək haqqı, yəni işçinin qross rəsmi əmək haqqısı nə qədərdir? Sonra yazırıq bura nə? İşə başlama tarixi. Çünki bura qeyd edək ki, biz bilək ki, bu işçinin işə başlama tarixi nə vaxtdır? Çünki məzuniyyətdə də müəyyən qədər hüquqi əsaslar var. Çünki bilirsiniz ki, 6-cı ayından sonra işçi artıq məzuniyyətə çıxa bilər. Ona görə də mütləq şəkildə biz bura işə başlama tarixini qeyd etməliyik. Çünki ola bilər ki, məsəl üçün işə götürən direktor sizdən tələb edə bilər ki, həmin işçinin məzuniyyət cədvəlini ver mənə. Yəni adam baxa bilər ki, işə başlama tarixi okey, birdən görə bilər ki, 6 ay keçməyib, onda sizin üçün də problem yaşada bilər. Ona görə mütləq şəkildə işə başlama tarixini biz bura qeyd edirik. Sonra yazırıq ki, məzuniyyətə çıxdığı ay. Gördünüz, sığmır, biraz çəkək bu biri tərəfə. Və bir də bura yazırıq məzuniyyət günü. Yəni ümumiyyətlə bu işçiyə nə qədər məzuniyyət günü düşür. Sonra rahat şəkildə bunlar üçün də yer ayıraq. Aşağısından qeydlərimizi yazacağıq bunun üçün. Gəldik nəyə? Deməli, bunları bildik ki, bura məsəl üçün işçinin adı, soyadı, vəzifəsini qeyd edirik ki, yəni bu hansı işçi üçün biz burada məzuniyyət qrafiki quracağıq. İndi gəlirik nəyə? İşçinin əmasda rəsmi əmək haqqısı nə qədərdir? Onu qeyd edirik. Tutalım, bizdə işçinin, məsəl üçün baxırıq ki, 700 ACN əmək haqqısı var. Tutalım, işçi işə başlayıb, tutalım ki, 01.09.2024. Yəni sentyabrın 1-də bu adam bizdə işə başlayıb və indi məzuniyyət götürmək istəyir. Məzuniyyətə çıxdığı ay. Gəlin elə biz bu aydan deyək. Bu ay, məsələn, iyundan. Yazırıq iyun. Məzuniyyət günü. Məsələn, tutalım biz nə demişdik? İşçinin, məsələn, biraz məzuniyyətdən də danışaq. Bunun cədvəlini qurursa, məcburuq ki, biz məzuniyyət haqqında məlumat verək. Tutalım ki, bilirsiniz ki, işçinin həm əsas məzuniyyət hüququ var, həm də əlavə məzuniyyət hüququ var. Tutalım ki, bu İsmail Novruzov, tutalım bu insan resursları mütəxəssisdir. Mütəxəssis olduğuna görə bunun əsas məzuniyyəti zaten 30 gündə, 30-a dəymirik. Tutalım biz baxırıq ki, o adamın 6 il stajı var. Ümumi olaraq 6 il stajı varsa, deməli biz buna 2 gün əvvəl məzuniyyət verməliyik. Yəni o görə avtomatik bu şəxsin məzuniyyət günü mütləq şəkildə 32 olmalıdır. Amma biz onun şəxsi məlumatlarına girib baxanda görürük ki, bu şəxs əlildir. Əlildirsə avtomatik bunun məzuniyyət günü 42 olmalıdır bir qayda olaraq. Tutalım bu şəxsin indi məzuniyyət günü 32-dir. 30 ümumi, yəni mütəxəssis olduğuna görə 2 gündə bu adamın ümumiyyətlə belə deyək ki,
Əlavə məzuniyyət günüdür. Staja görə verdiyimiz məzuniyyət günüdür. Aha, deməli, bildik ki, işçinin maaşı 700-dür, işə başlama tarixi sentyabrın 1-idir, məzuniyyətə çıxdığı ay iyundur, məzuniyyət günü 32. Aha, indi gedək əməliyyatı icra eləməyə. Birinci cədvəlimizi rahat şəkildə quraq, hazır qoyaq. Məncə kifayət eləyir. Deməli, nə edirik? Hələ bu ikisini birləşdirək və birazcana da böyüdək. Yazırıq bura aylar. Birləşdiririk, yazırıq əmək haqqı. Aha, bunu da birləşdirək. Yazırıq bura məzuniyyət. Ki, məzuniyyətin burada kompensasiyasını biz bu formadan hesablayırıq. Hələ ki, bunlar qalsın burada. İndi gedirik buradan əməliyyatlarımızı rahat şəkildə icra eləməyə. Yəni, diqqətlə qulaq asaq, çünki burada xırda incə detaylar var, onların hamısını indi görəcəksiniz. Burada da yeni qaydadan çəkirik ki, hamısını tam cədvəllərimizi biz sərgiyə sala bilək. İndi gəlirik, nə edirik? Burada sizə həm də bir dənə yüngülvari bir düsturda göstərəcəm. Daha doğrusu Excel'in özəlliyidir. Məsəl üçün, indi biz işçi nə vaxtdan işə başlayıb? Deməli, bu işçinin işə başlama tarixi sentyabr ayıdır. Deməli, avtomatik bunun biz məzuniyyətdə nə deyirdik? Məzuniyyətin hesablaması deyirik ki, işçinin məzuniyyətə çıxacağı aydan öncəki aylar hesablanılır, bölünür sayısına. Deməli, biz burada indi oturub bunun indiyənə kimi hansı aylar işləyibsə, onlar hamısını yazmalıyıq. Bu adam sentyabrdan iş fəaliyyətinə bizdə başlayıb. İndi mən durub bunu əlimlə bir-bir yazmayacağım. Sizə bunun çox rahat qaydasını başa salacağım. Bundan sonra rahat aylarınızı rahat şəkildə yaza biləcəksiniz. Məsəl üçün, mən durub burada sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral durub belə yazsam məni yoracaq. Məsəl üçün, bu əslində özü bir düsturdur. Yəni, bunu nə formada eləyirəm? Özü avtomatik bütün mənim aylarımı tanıyır, özü avtomatik cədvəl şəkildə salır. Yəni ki, öz ardıcıllığına yazır. Bəlkə də aranızda bu düsturu bilən var ya yox. Məsəl üçün, tutalım ki, bu adam, məsəl üçün, sentyabrda işə başladı. Məndə atırıb burada nə vaxt çıxır? İşçi iyun ayında məzuniyyətə çıxır. Bu ayda məzuniyyətə gedir bu adam. İndi mən durub bunu bu qədər arıza yazsam, məni yoracaq. Bunu mən nə formada yazıram? Gəlin sizə izah edeyim. Yəni, bilin. Bu, birbaşa hazır düstur deyil. Bunu özünüz optiondan işləməlisiniz. Məsəl üçün, nə edirsiniz bunun üçün? Buradakı dosyanı görürsünüz Excel'də. Siz birinci Excel'də bunları məlumatı doldurmalısınız ki, Excel artıq sentyabr, oktyabr, noyabr, dekabr ardıcıl ayları bilsin. Biləndən sonra avtomatik özü ömürlük formada Excel'də sizə hər zaman verəcək onu. Dosyadan daxil olursunuz dostlar. Burada seçeneklər var. Sizdə ingilis dilində option yazılır, option yazılır. Yəni, o hissəyə daxil olursunuz. Daxil olundan sonra belə bir xana gəlir qarşınıza. Lap aşağı düşürsünüz. Baxın, burada gelişmiş var. Advanced. İngilis dilində də advanced yazılır. Yəni, sırf ingilis dilində olanlar üçün də. Bura daxil olursunuz və düşürsünüz nə ki var aşağı. Baxın, burada var ki, baxın, bu hissəni görürsünüz. Baxın, bu hissədə. Özəl listələri düzənlə. Yəni, ingilis dilində, yəni Hocam, müəllim, bizdə görünmür. Bizdə xana görünür, Excel cədvəl. Cədvəlin öz görünür bizdə. Onu niyə görsənmədi? Bir dənə özür istəyirəm. Baxın, görün buradan. Onu necə eləyək? Görünsün. İndi görünür də dosyalar. Xeyr. Xeyr. Dostlar, deməli bu Google Meet-in problemidir. İndi babalar bəy zaten recording eləyir. Recordingdə görəcəksiniz. Ola bilsin bu Google Meet-dən də olmasa belə mən sizə şəkil çəkərək atacağım qrupda. Google Meet-də həmin hissəni vermir də, sırf cədvəl verir. Buradan dosyanın kimi görürsünüz. Amma buranı açanda avtomatik ekrana vermir Google Meet-də. Onda belə eləyərik. Narahat olmayın. Mən sizə bir dənə şəkillərini çəkib atacağım ki, dosyadan buradan daxil olursunuz, buradan ona rahat şəkildə ayların ardıcıllığı bu formada yazılır. Çox sadə bir şey. Narahat olmayın, o qədər qəliz bir şey deyil.
Yəni yenə də səsli formada izah eləyirəm, rekordikdən baxıb daha da yadınızda qalar. Məsəl üçün Advanced-dan daxil olandan sonra bu hissədə var, ən aşağıda özəl listələri düzənlə. Düzənlədən sonra basırsınız, cədvəl çıxacaq qabağınıza. Oradanca özünüz əlinizlə ayları bircə dəfə ardıcıl yazırsınız, tamam vurursunuz, düstur onun hamısını rahat şəkildə tanıyacaq. Mən sizə şəkilləri atacağım, narahat olmursan. Ola bilsin şeyləri Google Meet sırf buranı vermir, həmin o dosya tərəfi göstərmir. Aha, ayları gəldiyi ardıcıl formada yazdıq. İndi nə edirik? Bizə lazımdır ki, bu işçinin ümumiyyətlə nə qədər əmək haqqı alıb həmin aylarda. Çünki biz məzuniyyətin ümumiyyətlə işçinin, yəni hesablanan qros əmək haqqısı üzərindən hesablayırıq. Biz də bunun üçün artıq məcburuq ki, hər ayın biz tabellərini açaq, baxaq ki, bu işçi hər ayda nə qədər əmək haqqı alıb. Yadınızda düşür, yəni tabelə qoşulanlar dərsə baxanda biz yekun əmək haqqı çıxardırdıq. Həm əmək haqqı çıxardırdıq, işçi 2 gün işdə olmayıb, xəstə olanda çıxardırdıq. Bir də məsəl üçün əlavə bonuslar alırdı, bu işçi məsəl üçün nezamiyyətdə olan vaxtı buna pul düşürdü. Onlar da birlikdə toplayırdıq, yekun əmək haqqı çıxardırdıq. Biz avtomatik məzuniyyətdə həmin o yekun əmək haqqıdan hesablamalıyıq. Biz artıq məcburuq ki, hər aya məzuniyyətdə hesablananda hər ayın xüsusi olaraq bir tabellərinə girib işçinin maaşlarını oradan götürmək. Tamam, biz baxdıq ki, deməli İsmail Novruzova biz məzuniyyət verirsə, durub yadınıza düşür, oradan filtrləmə var idi. Məsələn, oradan baxırdıq, bizə lazım olan adam yazırdıq, özü verirdi bizə də. Məsələn, tutan deyirdim, məsələn, insan resursları şöbəsinin əməkdaşlarını çıxartsın. Filtrləmədən adını yazırıq, çıxırıq. Buradan İsmail Novruzov orada filtrləmədən vuranda hər ay üçün biz onun əmək haqqılarına baxırıq ki, işçi yekun ayda nə qədər, yekunda nə qədər əmək haqqı alıb. Tutalım, baxırıq da indi atırıq. 760 manat, məsələn, 760 manat sentyabrda əmək haqqı alıb. 60 manat indi ola bilər ya overtime işləyib, ya nəsə artıq bir şey alıb. 700 manat, məsəl üçün, noyabrda da elə 700 alıb, tutalım, indi tabeldən baxırıq. Tutalım ki, 780 manat dekabrda əmək haqqı alıb, məsəl üçün, yanvarda alıb 700, fevralda tutalım, ödənişsiz məzuniyyətdə olub, məsəl üçün, indi də hər ayın yekun əmək haqqılarına baxırıq. Məsəl üçün, mart ayında biz bir dənə-dənə məcburuq ki, çıxardıq oradan əmək haqqıları. Tutalım, adam yenə mart ayında 700 alıb, apreldə tutalım ki, uzun müddət işdə olmayıb, 560 manat adam ay sonunda əmək haqqı alıb. İndi gəlirik may ayına. May ayında da tutalım elə alıb 700 manat. Heç bir problem yaşanmıyor. İndi gəlir bu adam iyun ayında məzuniyyətə çıxır. Baxın, yazmış ki, məzuniyyətə çıxır. Ərizəsini yazır, deyir ki, mən məsəl üçün tutalım ki, iyunun 1-dən harısı 20-sinə qədər. Tutalım deyir, mən 20 günlük məzuniyyətə çıxıram. Adam deyir ki, mən 20 günlük məzuniyyətə çıxıram. Aha, indi göstərəcəm digər əməliyyatlarda buradan aşağı hissəsindən. Bu indi məsəl üçün birinci gedək, ikinci məzuniyyətdə göstərəcəm onları. Tutalım, adam deyir, mən 20 günlük məsəl üçün məzuniyyətə çıxıram və adamın hüququ var. Çünki əmək qanunu vericisi insan 6 aydan sonra bunun qüvvəyə minir. Baxırıq bizdə məsəl üçün 3, 6, 8, 9. Artıq adam 10-cu ayında deyir ki, mən 20 günlük məzuniyyətə çıxıram və hüququ var. Çünki 6 aydan sonra məzuniyyətdən istifadə hüququ yaranır və bir il ərzində də rahat şəkildə 32 gün məzuniyyətindən istifadə edə bilər. Adam mənə deyir, mən artıq iyunda 20 gün məzuniyyətə çıxıram. Ərizə verib bizə. Aha, mən məcburam, biz ona 20 gün məzuniyyət verək. İndi hər biriniz diqqətdən dinləyin, çünki burada düstur yazırıq. Bərabərimizi qoyuruq, məzuniyyətin kompensasiyasının hesablanması Excel üzərindən. Bərabərimizi qoyuruq. Nə edirik burada? Birinci, average. Məndə türk dilində də ortalama verirəm. Sizdə avarage yazılır ingilis dilində, avarage. Yəni ədədi ortanı çıxartmaqda ortalama çıxır o. Ortalamanı verirəm, yəni ki, həmin o hərfləri seçirəm. Daha sonra çıxdığı aydan öncəki aylar. Baxın, çıxdığı aydan bütün öncəki aylar hamısını qeyd eləyirəm. Gördüyünüz kimi, bütün hamısı nə qədər, sentyabrdan bura qədər. Mötərizəmi bağlayıram. Baxın, bağlamaq şərtdir ya, çünki düsturu tanımayacaq. Daha sonra nə edirəm? Məzuniyyətin qaydasına əsasən bölürəm 30,4-ə. Yəni, deyə bilərsiniz, bu 30,4 hardan alınır? Məzuniyyətin hesablanması qaydasıdır ki, yəni ümumiyyətlə 30,4 şərtidir ki, işçinin məzuniyyətə çıxdığı aydan öncəki ayların bütün əmək haqqıları toplanılır, bölünür həmin ayların sayına. Məsələn, ortalamada zaten özü toplayır da bölürlər sayına. Daha sonra bölür sayına, sonra deyir ki, bölür aldığımız rəqəmi 30,4-ə. Yəni, bu şərti rəqəmdir. Bu hamıda 30,4-ə bölünməlidir. Daha sonra isə vururam işçinin məzuniyyətə çıxacağı günlərin sayısına. Məsəl üçün, məndə işçi neçə gün məsəl üçün məzuniyyətə çıxır? Deyir ki, 20 gün mən məzuniyyətə gedirəm. Sonra da avtomatik olaraq mən həmin onun məzuniyyətə çıxacağı günə vururam. Buyurun. Avtomatik işçinin məzuniyyət kompensasiyasını Excel özü hazırlayıb çıxartdı. Buradan da qısaldırıq, yəqin ki, bura yadınızdadır. Avtomatik adamın məzuniyyət pulu bir dənə də azaldaq, 456 manat 90 qəpikdir. Yəni, işçinin 20 günlük tutalım əmək haqqısı 700 manat olan şəxsin
iyun ayında məsəl üçün 20 günlük məzuniyyət kompensasiyası 456 manat 90 qəpik idi. Ki, məsəl üçün işçinin biz hər ay maaşlarını qeyd elədik, konkret şəkildə düsturu da burada tətbiq elədik. Rahat şəkildə Excel özü hesabladı, verdi ki bizə. Yəni düsturun tərtibi bu formada. Narahat olmayın, bir də təkrardan göstərəcəm ki, hər birinizin yadınızda qalsın. Ki, məsəl üçün düstur bu formada tətbiq olunur ki, ondan çıxacaq ayların əmək haqqları toplanılır, bölünür həmin ayların sayısına. Aldığımız rəqəm bölünür 30.4-ə, vurulur məzuniyyətə çıxacağı günlərin sayısına. İndi isə gəlin bir daha Excel təzədən mən sizə təkrarən göstərim, yadımızda daha yaxşı qalsın. Dövlət verirəm, baxın, bərabər. Məsəl üçün, mən baxıram ki, işçinin məzuniyyətə çıxdığı iyundur. Deyək ki, mən iyunda 20 günlük məzuniyyətə gedirəm. Nə edirəm? Ortalama, yəni düsturum bunun adı. Yəni average, İngiliscə olanlarda da average'dir. Baxın, ondan öncəki aylar seçilir. Daha sonra bölünür 30,4'ə. Daha sonra vururuq. Neçə gün məzuniyyətə çıxırsa, ərizəsində neçə gün yazıbsa, məsəl üçün 20 məsəl üçün iyunun 1-dən etibarən 20 gün müddətində mənə ödənişli məzuniyyət verəsiniz. Şu ərizədə 20 günsə avtomatik 20-yə vurulur. Buyurun. Avtomatik işçinin məzuniyyət kompensasiyası 456 manat 90 qəpikdir. Biz deyirik ki, ümumiyyətlə həmin o məzuniyyət müddəti bir iş ili üçündür. Yəni bu adam sentyabrın 1-i 2024-cü ildə işə başlayıbsa, deməli bunun işi ili sentyabr ayının 25-nə qədərdir. Yəni bu adam bu aylar ərzində rahat şəkildə 32 günlük istifadə edə bilər. Bu adam məsəl üçün neçə məzuniyyət günü istifadə eləmişdi? Məsəl üçün 20. Avtomatik biz burada qeyd edirik ki, bu adam iyunda 20 gün məzuniyyətdən istifadə edib. Yerdə neçə məzuniyyət günü qalır? 12 gün. Adam iyul ayında gəlir işləyir. Tutalım iyulda da rahat şəkildə gəlir işləyir. İndi bir nüansı toxunacağım. Tutalım iyulda da işlədi 700 manat əmək haqqı qaldı. İndi cədvələ baxırıq da. Tutalım artıq biz sentyabr ayındayıq. Adam məsəl üçün avqustda deyil 700 manat əmək haqqısını alır. İndi sentyabr sonuncu ayında deyir ki, mən qalıq 12 gün məzuniyyətimi də götürürəm. Çünki adamın hüququ var. 32 gün ümumi olaraq bu adamın məzuniyyət günü var. Bu adam iyun ayında 20 günlük istifadə eləyir və sentyabrda deyir ki, mən qısa və konkret 12 gün məzuniyyətimdən istifadə etmək istəyirəm. Nə gözəl. İndi gəlin bir nüansa toxunaq. Nüans nədir burada? İyun ayı da burada əsas nüans ki, bu adam iyun ayının 20 gününü, tutalım 1-dən 20-sinə qədər bu adam məzuniyyətdə olub. Aha. Deməli, biz yadımıza düşür tabel. Mən nə görə dedim ki, tabel çox önəmli bir hissədir. Çünki tabeli bilməliyik ki, biz məzuniyyəti keçid edə bilək. O dərslər ona görə arzulıqdan gəlir. Deməli, biz tabeldə məcburuq ki, həmin adamın iyundan 1-dən 20-sinə qədər yazıcı bütün xananı seçirdik belə. Ki, bu adam ayın 1-dən 20-sinə tamamilə məzuniyyətdədir. Deməli, bu adam işə başlayacaq 21-dən, tutalım ki, nə bilim, iyun ayının 30 gündə, 21-dən 30-una qədər bu adam işdədir. Artıq əmək haqqısını orada Excel yazıcı çox az şəkildə hesablayırdı. Və baxırıq, görürük ki, bu adam 456 manat 90 qəpik məzuniyyət kompensasiyasıdır. İyun ayında da, məsəl üçün, 21-dən 30-una işləyib, indi Excel hansı şəkildə əmək haqqısını hesablayır, çıxardır ki, adam 300 tutalım ki, nə bilim, 300 deməyək. 280 manat əmək haqqı alıb. Yəni, adam 1-dən 20-sinə məzuniyyətdədir. Amma 21-dən 30-una qədər işlədi axı. Yəni, tabeli yadınıza salın. Seçirdik belə, həmin xanalar məzuniyyətdə olurdu. Bu tərəfə azcaq işləyirdi. 8-8 yazırdıq ki, yadınıza düşür. Güya indi random atıram da bu rəqəm. Amma özünüz tabeldə işləyənə görəcəksiniz ki, rəqəm maaş çıxardı. Tutalım ki, 280 manat əmək haqqı çıxartdı bu işçiyə. Aha. İndi nə edirəm? Tutalım ki, iyun ayında bu adam bu müddətlərdə işləyib və 456 manat da əlavə olaraq məzuniyyət kompensasiyası alıb. Və bizdə bir qayda var ki, tutalım işçi iyun ayında məzuniyyətə çıxıb, alıb 456 manat 90 qəpik məzuniyyətinin kompensasiyasıdır. Amma bu adam il ərzində təzədən bir dənə də məzuniyyət götürür və hüququdur. 12 gün məzuniyyətini istifadə edəndə biz məcburuq ki, bunun bu məzuniyyət pulundan bunu birləşdirək. Çünki işçiyə verilən məzuniyyət pulu da məzuniyyət hesablanan zamanı hesabata qatılmalıdır. Onun üçün mən nə edirəm? Belə bir şey baş verdikdə. Baxın, maaşın qarşısından bərabərimizə qoyuram. Sadəcə olaraq üstə gəl, bu xanamıza seçirəm və salam. Yəni, bu adamın iyun ayının sonunda rəsmi gəliri 736 manat 90 qəpik olub. Yəni, 280 manat öz əmək haqqısı olub. 456-90-da məzuniyyətinin kompensasiyası olub. Yəni, biz artıq hesablayanda bu ikisini də hesabata qatmalıyıq. Bu artıq əmək qanunvericinin hissəyidir bizdən. Tələbidir ki, hesablama bu formada olmalıdır. Aha, indi gəlirəm sentyabra. Adam deyir ki, mən sentyabrda da 12 gün məzuniyyətimi götürürəm. Çox gözəl, götürsün, problem deyil. İndi gələk,
Biz bunu hesablayaq. Nə edirik? Ortalama, yəni average. Vururuq. Yenidən eyni qaydadan. Bundan öncəki aylar hesabata qatılır. Nə edirik? Kim deyə bilər? Bir nəfər mikrofon açsın, bildirsin. Görən Bölürük nəfərlər 30.4'e vururuq 12'ye. Bəli, tamamilə doğrudur. Biz burada konkret 30.4'ə bölürük, vururuq. Biz burada işçinin çıxacağı məzuniyyət günlərinin sayısına. Aha, bunu da bir dənə belə çəkək. Aha, bu da gördüyünüz kimi işçinin sentyabr ayında 12 gün məzuniyyətə çıxdığı üçün aldığı kompensasiyası bu qədər sadə. Yəni bu adamın artıq məzuniyyət cədvəlinin qurulması da bu formada olur. İndi gəlin biraz cədvəlimizi sərgiyə salaq. İndi əsas mən sizə düsturları göstərmək üçün edirdim. İndi biraz da sərgiyə salaq biz əsas sonra da keçək sosial məzuniyyətə. Sosial məzuniyyət də o qədər Soruşa bilərəm. Bəli, buyurun. İşçi sentyabrın biri başlamasaydı, məsələn, ortası başlasa, sentyabr ayı hesablanmayacaqdı. Bəli, tamamilə doğrudur. İndi ona keçəcəm. Məsələn, o artıq yəqin siz Günel xanım siz olmalısınız, səhv eləmirəmsə. Bəli. Siz bizim 4 günlük məsələn mənim eysar əməliyyatları təlimdə iştirak eləmişdiniz. Oradan yaxşı yadınızda qalıb. Ümumiyyətlə məzuniyyətin hesablanması qaydasında belə bir nüans var ki, əgər işçinin birinci ay, başladığı ay, əgər yarımçıq başlayıbsa, tutalım, indi mən məsələn biri yazdım bura, adam tam aydan başlayıb. Yox, tutalım, işə başlama tarixi 5 olsaydı, 10 olsaydı, biz hesablamada sentyabr ayını hesabata qatmayacaqdıq. Biz burada oktyabrdan hesablayacaqdıq hər şeyi. Amma məndə işçi sentyabrın birindən rəsmiləşir və birindən işləyir. Yox, əgər yarımçıq ay başlasaydı, məzuniyyətini hesablayanda biz artıq sentyabrı hesablamırıq. Yəni bu məzuniyyətin hesablanma qaydasıdır. Bu yəni kimisə çıxartdığı bir şey deyil. Yəni bu konkret məzuniyyətin hesablanması qaydasıdır ki, əgər işçi birinci ayda yarımçıq başlayırsa işə, həmin ay hesablanmır. Ümumiyyətlə həmin ayı biz heç cürə hesabata qatmırıq. Onda artıq biz burada ayları oktyabrdan nəzərə alırıq. Məsəl üçün mən buraya yazsaydım, tutalım ki də belə deyək sizə. Tutalım işçinin işə başlama tarixi olsun 6-sı. Mən avtomatik burada sentyabr nəzərə almayacaqdım bir qayda olaraq. Yəni avtomatik gördüyünüz kimi düstur hazırdır, özü hazırlayır, verir. Çünki avtomatik onun iş hesablanmayı məhz oktyabr ayının üzərindən gedir bir qayda olaraq. Tamam, artıq burada da bildik ki, işçinin konkret şəkildə məzuniyyət günü bu formada hesablanır. İndi gəlin nəyin üzərindən gedək? Gəlin bir dəfə də ümumiyyətlə gedək bir dənə də sırf məzuniyyət hesablanmasının üzərindən ki, bəlkə də ola bilsin sonradan qoşulanlar oldu və yaxud da ki, tam dərindən yaxşı başa düşməyən oldu. Ona görə də mən ərinmədən hər birinizə təkrar sıfırdan başa salacağım. Tutalım ki, işçinin, gəlin elə həmən ki, o bayaqki yarımçıq ay söhbətindən başlayaq. İndi dəyişdirək. Tutalım ki, yazaq bura, məsəl üçün, Nuranə Seyidova. Adamın vəzifəsi, tutalım ki, deyək ki, nədir? Deyək ki, kassir. Aha, deyirik ki, bu adamın rəsmi əmək haqqısı 450 manatdır. Bu adamın işə başlama tarixi, tutalım ki, nə vaxt da deyək? Deyək ki, keçən ilin 10 oktyabrında başlayıb. Elə məzuniyyətə çıxdığı ayda, gəlin deyək, iyul ayı olsun. Aha, biz məsələn bilirik ki, kassir texniki heyət olduğuna görə bu işçinin məzuniyyət günü 21 gündür. Aha, biz ona görə əmək qanunvericiliyi yaxşı bilməliyik ki, məsələn mən ona görə deyirəm ki, əsas məsələ qanunvericiliyi yaxşı bilməkdir. Bu Excel əməliyyatları görmək gördüyünüz 2 vuraq 2-dir. Əsas qanunverici tələbləri yaxşı bilmək lazımdır. Aha, gəlirik deyirik ki, Nuranə Seyidova bizdə kassir olduğuna görə bu adamın əsas məzuniyyət günü olur avtomatik 21 gün və bu, məsəl üçün, tutalım, baxırıq ki, Nuranə Seyidovanın ümumiyyətlə iş təcrübəsi 3 ildir. Qanunverici əsasən də 3 il olduğuna görə biz buna əlavə məzuniyyət vermirik. Çünki qanunvericinin tələbi budur ki, işçinin ümumiyyətlə əlavə məzuniyyəti staja görə 5 ildən başlayır. Əgər işçinin, yəni deyim 1 il, 5 ildən 10 ilə qədər işçinin stajı varsa 2 gün əlavə məzuniyyət, 10-15 il stajı varsa 4, 15 ildən yuxarı stajı varsa hamıya bir qayda olaraq əlavə olaraq 6 gün məzuniyyət verilir. Və biz də baxırıq onun əmək müqaviləsinə, daha doğrusu əmək kitabçalarına baxırıq ki, işçinin ümumiyyətlə cəmi 3 il stajı var. 3 il staja görə də biz heç bir əlavə məzuniyyət vermirik. Ona görə də bu işçinin elə məzuniyyəti 21 gündür. Çünki kassir texniki heyət olduğuna görə avtomatik adamın məzuniyyəti günü 21 gündür. Aha, indi gəlirik biz. Məsələn, fikirləşin ki, o bayaqki İsmail bəy göndərdi, indi Nurani xanımın biz sırf məzuniyyət cədvəlini işləyirik. Gəlin, indi təzədən işləyək. Deməli, bu adam oktyabr ayından
fəaliyyətə başlayıb, silim. Aha, deməli, baxın indi diqqətlə qulaq asın. Mən baxıram ki, bu adamın işə başlama tarixi müqavilədə 10 oktyabrdan başlayır. Deməli, avtomatik bu oktyabr ayını yarımçıq işlədiyinə görə mən birinci ayını nəzərə almayacağam. Çünki qanunverici tələb budur ki, məzuniyyət haqqı hesablananda əgər işçi birinci ay yarımçıq başlayıbsa, həmin ayı biz hesabata qatmırıq. Ona görə biz avtomatik nədən başlayacağıq? Birbaşa noyabrdan. Daha sonra dekabr gəlir, ondan sonra artıq çəkim aşağı, ayları da albuda yazmağa ehtiyac yoxdur. Narahat olmayın, bunu da atacağım sizə. Bilirəm, o hissədə narahat qalır. O səhvsiz Google Meet vermir onu ekrana. Onu çəkib sizə telefondan atacağım. Lap çəkək, bunu da aşağı çəkək, problem deyil. Aha. İndi mən avtomatik məcburam yenə gedəm tabellərə baxam ki, hər ay üçün biz tabelləri işləyirik. Məsələn, papkalara qoyuruq, saxlayırıq ki, orada. Çünki bizə çox lazımdır hər ayın tabelləri. Girirəm, məsəl üçün, baxıram ki, işçi, məsəl üçün, noyabr ayında alıb elə 450. Tabeldə baxıram ki, tutu almış işçi alıb 450. Yanvarda tutalım alıb 370 manat. İndi nəsə icazə alıb, işdə olmayıb və s. İndi onu tabeldə işləyəndə özünüz o yekun əmək haqqı çıxardırdıq, yadınıza çıxır. Yəni yadınıza çıxır, oradan artıq yekun əmək haqqılarını hər dəfə baxıb götürməliyik. Fevral ayında tutalım alıb belə 450, tutalım mart ayında alıb 550 manat, aprel ayında alıb 550. Artıq belə deyək ki, işçinin may ayında maaşı artıb 600 olub, artıb 600 olub. Artmayıb. Yaxtəri artsın. İyulda da 600. Avtomatik adam avqust ayında gəlir, deyir ki, bəs artıq mən məzuniyyətə çıxmaq istəyirəm. Biz birinci baxmalıyıq ki, avtomatik işçinin baxmalıyıq görə bunun birincisi ilə məzuniyyət hüququ yaranırmı? Biz nə demişdik? Məzuniyyətə çıxma haqqı onun 6-cı ayından sonra 3, 6, 9 hətta əlbəttə yaranır. Adam gəlir bizə deyir ki, mən artıq belə deyim ki, avqust ayında 14 gün məzuniyyət götürmək istəyirəm. Tam deyək 1-dən 14-ünə. Gəlir bir 14 gününü yazırıq ki, bilək ki, burada artıq 14 gün bu adam məzuniyyətə çıxır. İndi nə edirəm? Bərabərimi qoyuram rahat şəkildə. Eynidən eyni qaydadan. Yəni ortalama average. Çəkirəm yuxarı, ondan öncəki ayların hamısı. Bölürəm 30 onda 4-ə. Vururam nəyə? 12-yə. 14'e. 14 idi, səhv 14. Aha, bəli. 14 gün, yəni məzuniyyətə çıxacağı ay günlərin sayısına. Vəssalam, bu qədər sadə. Yəni gözümüzü qorxduğumuz məzuniyyət cədvəlidir, bu qədər sadə. Gördüyünüz kimi cəmi bizə dənə düsturdan istifadə edin, bir də bu aylar üçün də onu da atacağım. Avqust ayında indi məsəl üçün biz indi avqust ayının indi hər ay tabellərini işləyirik. İndi avqust ayında biz işçinin ayın 1-dən 14-nə bütün çəkəcəyik, hamısına məzuniyyət yazacağıq. Aha, avqust ayının isə gündə 31 gündə səhvlənirsə, hə 31 gün. Deməli bu adam 15-dən 31-nə qədər işləyib. İndi məsələn tabeldə baxırıq ki, avqustun sonunda bu adam 15-dən 31-ə nə qədər işləyibsə, indi onun maaşını yazırıq. Tutalım adam alıb 420 manat maaş. Biz bura hər ay maaşlarını qeyd etməliyik. Gəldi bura sentyabrda alıb tutalım elə 600. Oktyabrda da alıb 600. Aha, avtomatik işçinin noyabrda belli tamam olur. Bu adamın 14 gününü istifadə edib, bu adamın neçə günü var? Baxırıq görürük ki, burada 21 gün məzuniyyət günü var. Və mən gəlirəm avtomatik noyabrda bunun məzuniyyət günüsünü verirəm, 7 gününə. Eyni qaydadan. Burada heç vaxt tələsməyin qəti şəkildə. Çünki biz burada avqust ayında hesabata qatmalıyıq onun məzuniyyət kompensasiyasını. 420 manatın üzərinə biz nə edirik? Gəlirik bunun məzuniyyət kompensasiyasını. Çünki o hesabata qatılmalıdır. Aha, deməli işçinin avqust ayında rəsmi gəliri 656 manat 40 qəpik olub. Gəlirəm məzuniyyətin hesablanmasına. Noyabr ayında işçinin 7 günlük məzuniyyət kompensasiyasını hesablayıram. Eyni qaydadan ortalama çəkirəm bütün qazançları, bölürəm 30 onda 4-ə, daha sonra vururam 7-yə, məzuniyyətə çıxdığı günlərin sayısına. 124 manat 30 qəpikdə bu işçinin məzuniyyət kompensasiyasının puludur. Yəni, mənim özüm bir əməliyyatı 4-5 dəfə təkrar edirəm ki, hər biriniz daha dərindən dərk eləyəsiniz. Yəni, elə bir dəfə keçib üzərindən getmirəm ki, yəni ki, tez bazar qutarım yox. Ona görə bir əməliyyatın üzərindən 4-5 dəfə gedirəm ki, hər birimiz dərk eləyək. Ola bilsin, bir dəfə göstərərəm, nəyəsə yadınızdan çıxar. Ona görə 3-4 dəfə getdim ki, bir əməliyyatın üzərindən onu daha yaxşından dərk eləyək. Aha, deməli, əmək məzuniyyəti getdi. Gəlin, indi mən sizə göstərim sosial məzuniyyət cədvəlinin qurulması. Gedək sosial məzuniyyət. Burada əmək haqqı artırsa əmsalla eləmirik. O əmək haqqı artımı kütləvi əmək haqqı artımında olur. Tutalım, bir nəfərin əmək haqqı artımında yoxdur. Məsəl üçün, əmək haqqı artımında
tam işçi müəssisənin tam 70-80%-nin maaşı birdən-birə artarsa, onda olur. Tam bir nəfər, iki nəfərin əmək haqqısı artanda eləmirik. Yadınızda artan əmək haqqı da deyirdik ki, onu. Yəni müəssisədə kütləvi artım olanda, tam bir müəssisədə 40 nəfər işçi varsa, rəsmi, tam onun 30-un əmək haqqısı hamısında kütləvi artım olursa, biz o vaxtı əmsallaşdırmadan edirik. Yoxsa bu işçi bir dəfə artım olan bir şeydir. Yəni onun da avtomatik olaraq mühasibatlıq tərəfdə. Çünki əmsalları çıxardan olar. Sonra bonus olaraq kesmişdim ki, yəni onu da bilin məzuniyyətin hesablanmasında. Yəni bu adamın sadəcə bizə də kasser olduğuna görə, müəssisədə 3-4 nəfərin əmək haqqısı artıb. Ona görə biz onu burada hesablamırıq. Aha. İndi gəlirik nəyə? Gəlin işçiyə biz sosial məzuniyyət hesablayaq. Məsəl üçün tutalım ki, elə Nuraynə Seyidovanı deyək. Tutalım, zaten bilirsiniz ki, sosial məzuniyyət qadına verilir. Sosial məzuniyyət haqqında da məlumat verim, yenə də bilək. Düzdür, cədvəl keçəndə mən artıq məcburam ki, sizə məzuniyyətlərdən də danışım ki, anlayışınız olsun. Sosial məzuniyyət ümumiyyətlə qadınların hamiləlik müddətində verilən məzuniyyətdir ki, qadınlar bundan rahat şəkildə istifadə edə bilər. Sosial məzuniyyətin ümumi 126 gündür. Əgər doğuş prosesi çətin keçərsə 14 gündə artırıla bilər, 140 gün ola bilər. Aha, ən çətin biraz məzuniyyətin hesablaması buradadır, amma o qədər də çətin deyil. Gəlin neyniyək? Gəlin baxaq. Dində neyini qaydadan? Prosto ki, məsəl üçün gəlirik, işçinin, məsəl üçün rəsmi əmək haqqısı 1000 manatdır. Tam Nurani Seyidova kasser deyil, bu dəfə deyək ki, mühasibdir, məsəl üçün. Biraz fərqli yaradaq. Tam yazırıq ki, sosial məzuniyyətə çıxacağı ay, tam ki, 01/01/2025. Adam yanvarın biri deməyək ya da qoy biraz bəri çəkək. Martın 3-ünə çəkək. Daha doğrusu martın 1-nə. Məzuniyyətə çıxdığı ay, yəni sosial məzuniyyətə getdiyi ay, bu adamın nə vaxtdır? Mart. Yox, işə başlama tarixini səhv qeyd edik, biz burada qeyd eləməliyik. Bunun işə başlama tarixini yazırıq. Tamam ki, işçi nə vaxt başlasın bizdə? Elədir, 24 deyək də, martın 24-də bu adam işə başlayıb. Aha, tamam, bizə işə başlama tarixi martın 2024-ün martın 1-də rəsmi formada işə başlayıb. Məzuniyyətə çıxacağı ayda, tamam ki, sosial məzuniyyətə burada qeyd eləyə bilərsiniz. Məzuniyyət günü isə 126 gündür. Tamam ki, doğuş hər hansısa bir çətinlik çəkməyib, ona görə də 126 gün bu adama sosial məzuniyyət veririk. Martın, deməli, bildik ki, 1-dən adam işə başlayıb və 25-in martında gəlir hamiləlik məzuniyyətinə gedir. Bəs bunu biz nə formada hesablayırıq? Həmənki qaydalar sadəcə olaraq burada bizə dənə bonus olaraq biz burada əlavə eləməliyik. Üzr istəyirəm, bir dənə əklə verim. Bunun rəngini açım ki, sizə xanaları rahat göstərə bilim. Orada araya yerdə gedən xana. Neyse, buradan yazaq da laf. Buradan rahat şəkildə yazaq. Tamam, buradan məzuniyyətini yazaq. Buradan da nəyi? Buradan da yazırıq iş günlərini. Ya da gəlin buradan belə yazaq, qarşılıq olmasın. İş günləri, çünki məzuniyyətin hesablanmasında fərqli nüanslar var. Əmək haqqı. Aha. Baxın, aylar buradadır, gördüyünüz kimi. İndi, məsələn, sosial məzuniyyətin hesablanma qaydasından sizə xırda bir məlumat verim. Yəni, bilin ki, məzuniyyətin hesablanma qaydası nə formada olur? Yəni, burada hesablayanda saçbaş qalmayın. Ümumiyyətlə, sosial məzuniyyətin hesablanma qaydası budur ki, işçinin sosial məzuniyyətə çıxacağı aydan öncəki aylar hesablanır, yəni toplanılır, bütün hamısı. Burada artıq ayların sayına bölünmür əmək məzuniyyətində. Həmin aylardakı iş günlərinin cəminin sayısına bölünür. Ona görə mən burada rəsmi formada iş günləri yazmışam burada. Aha, deməli burada nə edirik? Deməli işçinin məzuniyyətə çıxacağı aydan öncəki ayların əmək haqqları toplanılır, bölünür həmin aylardakı iş günlərinin cəmisinin sayısına. Sonra da həmin
alınan məbləğdə vurulur. 121-ci sonra tapırıq 126 gün nə vaxt bitir? Çünki adam məsəl üçün martın 1-də gedirsə, bu adam bilməli ki, bunun 126-cı gün nə vaxt tamamlanır, nə vaxt işə gəlməlidir. Biz onu tapırıq. Daha sonra həmin o 126 gündə neçə iş günü varsa, həmin iş günlərin sayısına vurulur. Gəlin indi bunu sizə göstərim. Qoyun bir dənə mən buradan 2024-ün istehsalat təqvimini yüklüyüm ki, burada Excel-i vurum, oradan sizə daha praktik formada başa sala bilim. Səbirli olun, buradan bir dənə götürüm. Elə cədvələ vuracağım ki, hər biriniz rahat şəkildə görə biləsiniz. Gəlin, buradan bir dənə rahat cədvəl açalım, sizə şəkillə göstərim ki, daha yaxşı başa salıb düşə biləsiniz. Buradan, məsəl üçün, yəqin ki, bilirsiniz şəkil əkləməyi. Oradan 24-ün istehsalatını yüklüyüm. Düşməyib. Bir dənə yüklüyüm Google-dan 24-ün istehsalat təqvimini, onun üzərindən göstərim ki, daha yaxşı başa düşə biləsiniz. Yüklədim. İndi bir dənə Excel-dən də. Çünki bunun üzərindən göstərməsəm başa düşməyəcəksiniz. Hara düşdü? 25-in istehsalatı buradadır və 24-ün istehsalatı buradadır. Bunu buradan yükləyim ki, rahat şəkildə böyüdə bileyim. Çünki bu da yenə xırda oldu. Buradan rahat şəkildə baxaq. Ki, burada iş günləri yazacağıq. İstehsalat təqvimində rahat şəkildə iş günlərini verir özü bizə. Deməli, nə edirəm? Birinci gəlin cədvəlimizi rahat şəkildə yazaq. Deməli, işçi, məsəl üçün, tutalım ki, işə başlama tarixi martın 1-dən olub. Nə edirəm? Martı yazıram. Aprelimi yazıram. Yenidən sadəcə çəkirəm ki, aşağı mənim rahat şəkildə götürürəm. Düstur tətbiq eləmişəm deyə qəbul eləmir. Okey. Görürsəm, niyə bura təsdiq eləmədik? Buradan yazdım, çünki orada düstur tətbiq eləmişəm, ona görə tanımır. Buradan yazaram lap iş günləri. Burada ikili xana var, axı, bayaq xanaları ayırdım, mən ona görə belə oldum. Gəlirəm bura. İndi mən nə edirəm? Elə məhz bu xanaya görəymiş, bayaq ki, düsturu tanımlamağa. İndi mənə lazımdır ki, iş günlərinin hamısını dənə-dənə yazım. Çünki biz ümumiyyətlə sosial məlumat hesablama qaydasında deyirik ki, həmin ayların əmək haqqıları toplanılır, bölünür həmin aylardakı iş günlərinin sayısına. Deməli, mən artıq burada 24-də baxmalıyam ki, mart ayında neçə iş günü var? Gördüyünüz kimi 15 iş günü var. Mən məcburam ki, hər ayın ya açım mən tabeldən ya da buradan rahat şəkildə yazım. Məsələn, baxırıq ki, aprel ayında 20 iş günü var. May ayında neçə iş günü var? May ayında da elə 20 iş günü var. Yəni ki, söhbət 2024-də işlədiklərindən gedir. İyun ayında adamın 16 iş günü var. İyul ayında məsələn 22 iş günü var. Avqust ayında 22 iş günü var.
Sentyabr ayında 21 iş günü var. Oktyabr ayında 23 iş günü var. Oktyabr geldi. Noyabr ne kadardı? 18, yok 19. Oktyabrda 19 iş günü var. Daha doğrusu noyabrda. Noyabrda 19 iş günü var. Dekabrda da 20 iş günü var. Aha. Deməli, fisyon, mən artıq 24-ün istehsalat təqviminə ehtiyacım yoxdur. Yəni, mənə heç bir, belə bir ehtiyac yoxdur. Ona görə də indi mən gedirəm nəyə? 2025-in istehsalat təqviminə. Çünki artıq mənə lazımdır ki, 25-in yanvarı, fevralı. Çünki mən onu da hesabata qatmalıyam. Onun üçün yenidən buraya rahat 25-in istehsalat təqvimini qeyd eləyək ki, rahat 25-in istehsalat təqvimini biz görə bilək. Gəlsin bir dənə şəklimiz bura. Düşmədi. Təzənə işləyək. Aha. 25 istehsalat təqviminin üzərindən gedə düşüb bir şey, bəyək şəkil buradaymış. Aha. İndi rahat böyük şəkildə yazıram. Deməli, işçinin yanvar ayında bizdə nə qədər iş günü var? 18, 2025-in istehsalat təqvimində 18 iş günü var. Yəni, işçi 18 iş günü işləyir və fevral ayında da 20. Aha, indi işçi mart ayının, artıq mart ayından etibarən adam sosial məzuniyyətə gedir. 126-sında yazaq. Elə buradan daha pratik formada göstərəcəm sizə, çox yaxşı oldu əslində bu. Deməli, adam mart ayında 126 gün məzuniyyətə gedir. Bəs indi mən bunun məzuniyyət kompensasiyasını nə formada hesablayacağım? Yəni, sosial məzuniyyət. Yenidən eyni qaydadan. İşçinin məsələn əmək haqqıları nə qədərdirsə, onun hamısını yazırıq bura. Çünki, məsəl üçün, biz bütün əmək haqqıları bunun üzərindən gedəcəyik. Çünki nə demişdik? İşçi, məsəl üçün, bütün əmək haqqıları toplanılır. Yenə mən məcburam ki, 24-ün açan martından etibarən bütün həmin şəxsin əmək haqqılarını rahat şəkildə işləyim. Davam işçidə heç bir dəyişiklik yoxdur. Rahat şəkildə çəkək, 1000 manatları qeyd eləyək. Yəni, dəyişiklik də ola bilər, fərq eləmirdi. İndi mən rahat geçsin deyə yazdım. Həm birində ala bilər, 970 ala bilər, 1000-dən yuxarı ala bilər. Nə oldu? Əmək haqqıları yaza bilərsiniz. Rahat formada olması üçün hamısını 1000-dən yazdım ki, çəkim aşağı vaxt itirməyək. Deməli, indi işçi gedir sosial məzuniyyətə. Martdan etibarən adam artıq gedir sosial məzuniyyətə. Bu adam 126 gün işdə olmayacaq. Birinci gəlin bunun biz sosial məzuniyyətini hesablamamışdan öncə tutalım ki, işçi martın 1-dən gedir deyək. Lap elə martın lap 5-dən deyək, lap 1-dən deyək ki, rahat formada başa düşək. Tamam, adam martın 1-dən sosial məzuniyyətə gedir. İndi məndə nə lazımdır? Bunun 126-cı günü nə vaxt bitir? Mənə o lazımdır. Ki, görün bu adam 126-cı gün nə vaxt bitəcək və nə vaxt işə gələcək? Və məzuniyyət hesablayanda belə bir qayda var ki, düsturda göstərəcəm sizə ki, 126 gündə neçə iş günü varsa, həmin günlərin sayısına vurulur. Yəni, 126-yı vurmayacaq. Məsələn, əmək məzuniyyət hesabı nə formada hesablayırdı? Əmək haqqını toplayırdıq, bölürdük, əmək haqqının sayına bölürdük, 314-ü vururduq, neçə məzuniyyət günə çıxırsa onun sayısına. Amma sosial məzuniyyət elə deyil. Sosial məzuniyyət 126 gündə neçə iş günü varsa, həmin iş günlərin sayısına vurulur. İndi gəlin biz istehsalat təqvimindən hesablayaq rahat şəkildə. Deməli, martın 1-də işçi gedir. Deməli, martın 1-i buradadır. Deməli, həmişdə indi martın 1-i zaten 6-cı günə düşür, problem deyil. Baxırıq, deməli, qıraqda burada rahat şəkildə yazaq, özümüz üçün, zaten əl forması hesablayırıq ki, görək bunun 126-sına vaxt çıxır. Deməli, mart ayının 31 günü, deməli, mart ayında neçə iş günü var? 14. Əslində bizdə 13 iş günü oldu. Yəqin ki, xəbəriniz oldu, istehsalat təqvimi dəyişdi. Aprel ayında, baxırıq 30 gün, 126 gün bitənə qədər hesablamalıyıq. 21 iş günü var. Tutalım may ayında neçə gün var? 31 və may ayında neçə iş günü var? 20. Tak, deməli, iyunda da, iyunda 30-dur da, hə. İyun 30. Deməli, neçə elədir? Baxın, toplayırıq. 92. Deməli, bu adamın, 90, yox, 122. Yəni, bu adamın 122 günü tamamlamışıq may ayının 30-una. Deməli, bunun cəmi neçə günü qaldı? 4-cə günü. Deməli, bu adamın gəlib düşəcəyi ay 4 iyundur. Yəni, bu adamın 126-cı günün sonu 4 iyunda bitir. Yəni, 4 iyunda. Baxın, hesablayın. 31, 30, yəni mart, aprel, may, iyun, yox, daha doğrusu mart, aprel, may, hə, iyulun 4-ü, üzr istəyirəm, iyulun 4-ündə bu adamın artıq məzuniyyətinin müddəti bitir. Yəni, sosial məzuniyyətdən, hamiləlik məzuniyyətdən bu adam artıq 4-ü bitir, indi 5-6 bazar günə düşür.
6 avtomatik 7-si işə çıxacaq. İndi nə edirik? Gəlirik, baxırıq ki, iyun ayında da 30 günün içində neçə iş günü var? 17. Baxın 15, 8 gün, 8 saatdan 2 gün qısaldılmış. Yazıcı şu dediyi bayram gündən öncəki bir gün qısaldılır. Yəni 2 gün 7 saatda, 15 gündə 8 saat, yəni 17 iş günü var. Deməli, iyulun da 4-nə qədər 4 gün iş günü var. Baxın, 4 gün, 1, 2, 3, 4, 4 iş günüdür. Aha, mənə lazımdır ki, İş günlərisinin sayı lazımdır mənə. Mən 126 günümü tapdım. Burada rahat şəkildə ki, iyulun deməli 4-ü avtomatikadan gələcək. İndi mənə lazımdır ki, 126 gün içində neçə iş günü var? Mən onu hesablamalıyam. Bunun üçün özüm sonraqda hesablayayım rahat. Ki adamın 126 gün içində neçə iş günü var? Mən əsas bunu da toplasın versin. Deməli, baxın 126 günün içində 75 iş günü var. Gördüyünüz kimi 126 istehsalat təqvimində, yəni təqvim gününə görə 75 iş günü var. İndi gələk əsas düsturumuza. Bizə lazımdır ki, 126-cısında neçə iş günü var. İndi mənə lazımdır ki, bu adamın sosial məsuliyyət kompensasiyasını hesablayaq. İndi diqqətlə qulaq asın. Düstur belədir. Sum, yəni topla. Məsuliyyətə, sosial məsuliyyətə çıxacağı aydan öncəki ayların əmək haqqıları toplanılır. Bölünür. Yenidən topla, yəni sum. Topla veririk. Həmin aylardakı iş günlərinin cəmlərinin sayısına. Baxın, topladım. Daha sonra isə vururam məhz həmin o 75-ə. Buyurun. Rahat şəkildə də yazdıq. Deməli, bu adamın sosial məzuniyyət, hamiləlik məzuniyyətinə düşəcək məbləği məhz 3813 manat 60 qəpik. İşçinin məhz sosial məzuniyyət cədvəlinin qurulmasıdır. Təzədən düsturu tətbiq edirəm ki, daha rahat şəkildə öyrənək. Bərabərimi qoyuram. Sum, yəni topla. İşçinin məzuniyyətə çıxacağı aydan öncəki ayların əmək haqqıları toplanılır, bölünür. Həmin aylardakı iş günlərinin cəminin sayına topla. Yəni, mənə lazımdır ki, həmin aylardakı iş günlərinin cəmisini bu toplasın. Topladı, seçdik. Mötərizəmizi bağlayırıq və vururuq. 126 günün içində neçə iş günü varsa həmin iş günlərinin cəmisinin sayısına. Yəni 75-ə. Burada hesabladıq 75 gün. Buyurun. 3813 manat 60 qəpik hamiləlik məzuniyyətində olan şəxsə hesablanan kompensasiya məbləği məhz bu formada hesablanır. Baxın, görün suallarınız varmı sizin? Salam, hələ bir il tamam olmayıb, əlavə 2 gün hardan gəldi? O fərq eləmir, müəssisədə ümumidir, yoxsa ümumiyyətlə işçinin fərq eləmir, fəhlə işləyib, nə bilim, kasser işləyib, adamın ümumiyyətlə 6 il iş təcrübəsi varsa, biz ona 2 gün əvvəl məzuniyyət verməliyik. Aha. Deməli dostlar, mən sizə sosial məzuniyyəti də göstərdim. Yəni rahat şəkildə özünüz görürsünüz ki, real əməliyyatlar da burada sırf istehsalat təqvimindən açarsa sizə bir-bir dənə-dənə saya-saya göstərdim ki, başa düşün ki, mən o 75-i hardan aldım, niyə görə oldu? Bir daha təkrar eləyirəm, sosial məzuniyyətin hesablanma qaydasını bilək. Deməli, sosial məzuniyyət hesablanma qaydası nə formadaydı? İşçinin sosial məzuniyyətə, yəni hamiləlik məzuniyyətindən çıxacağı aydan öncəki ayların bütün əmək haqqıları hesablanılır, bölünür həmin aylardakı iş günlərinin cəmisinin sayısına. Ondan sonra vururuq 126 günü hesablayırıq ki, bu adamın 126-cı günü nə vaxt bitir? Mən baxdım, gördüm iyulun 4-ü. Aha, deməli, iyulun 4-ünə qədər, martın 1-dən iyulun 4-ünə qədər neçə iş günü varsa, mənə iş günlərinin sayı lazımdır. Ki, mən düsturum bu formada gedəcək. Deməli, ayları toplayıram, bölürəm həmin aylardakı iş günlərinin cəmisinin sayısına, onu da vururam həmin bu 75-ə, yəni iş günlərinin cəmisinin sayısına. Gəlin təzədən bir dənə də, lap sıfırdan gedək, bunu rahat formada başa düşək. Aha. Tutalım ki, lap belə deyək ki, martda yox, mayda gedir. Lap adam deyək, mayda gedir. Gəlin, bunda sıfırlayaq, təzədən hesablayarıq. Tutalım ki, adam may ayında deyir ki, mən, adam indi hamiləli məziyyətdə gəlir, mayın 1-də çıxır. Tutalım, may ayında. Bir ildən də çox. İndi burada əsas niyə görə may ayı dedim? İndi səbəbini sizə açıqlayacağam ki, bir ildən çox olsun vaxtım. Yəni adamın məzuniyyəti 126-dır. İndi 140 olanda yenə hesablayacaqsınız, 140 günə vaxt bitir, 140 gündəki iş günlərinin sayısını hesablayacaqsınız. Aha, gəlin elə rahat gəlmiş. Sonra bir də təzədən yazmayaq. Deməli, mart, aprel, may aylar, mart, aprelin iş günlərini yazaq.
Deməli, mart ayı 13 gündür. Burada indi 14 gün olmana baxmayın, istehsalat təqvimi dəyişdi, bayramlar yeri dəyişdi. 13 gün iş günü olmuşdu. Apreldə öz yerində. 13. Əslində apreldə 22 iş günü olmuşdu. Bayaq unutduq onu yazmağa. Çünki aprel ayının biri burada bayram günü göstərdi, amma biz aprel ayının biri işdə idik. Yadınıza düşürsə, indi yadıma düşdü. Ona görə də diqqətli olmaq lazımdır. Aprel ayının 22 günü qeyd edirik bura. Ki aprel ayında 22 konkret iş günü var idi. İndi gəlirəm yenidən yazıram əmək haqqılarımı. Yenidən eyni əmək haqqını yazıram. May ayına qədər. İndi ola bilər, gəlin lap dəyişdirək, problem deyil. Adam alıb 970 manat, biraz fərqlilər, 1000-dən çıxartdı, tutalım deyək 1050, tutalım deyək burada alıb, tutalım ki 900 manat, indi ödənişsiz məziyyətdə olub, nəsə bir şey olub, nə bilim, xəstə olub filan, tutalım deyək ki 860 manat da burada alıb, tutalım 940 manat da belə alıb, bu aylarda alıb, lap dəyişdirək, problem deyil mənim üçün. Aha, gəlirik nəyə? Burada bir incə bir detay var. Ümumiyyətlə, yəni bunu bayaq düsturu tətbiq edəndə qeyd eləmədik. İndi işçi, belə deyirik ki, işçi konkret may ayında indi gedir. Amma sosial məsuliyyətin hesablanması dostlar, belə bir qayda var ki, son 12 ay hesablanır. Yəni işçi ola bilər ki, 3 ildə işləyə bilər, 4 ildə işləyə bilər. Tutalım adam 2021-dən bizdə işləyir. Mən oturub 21-ci ildən bura olan əmək haqqıları yazmıram. Yəni bunu diqqətlə bilmək lazımdır. Son 12 ay, yəni məsuliyyətə çıxacağı aydan son 12 ay hesabına qatılır. 13-cü ay mənə lazım deyil. Yəni baxaq görək bu adamın ümumiyyətlə 12 ay bundan öncə hansılardır? Deməli 3, 6, 9, 12. Baxın, mən burada mart, aprel ayını hesabata qatmayacağım. Çünki mənə lazımdır bu son 12 ay. Yəni ki, bu adamın maydan aprel ayına qədər olan bütün hesablamaları qatacağım. Artıq bu yuxarıdakılar mənə lazım olmayacaq. Çünki qaydaya əsasən son 12 ay nəzərə alınmalıdır. Yəni ona görə sırf özüm biraz maya uzatdım ki, bu son 12 ay məsələsində üzərindən işləyək. Deməli, gəlirik, adam yəni 126 gün məzuniyyətə çıxır. İndi gəlin təzədən hesablayaq. İndi öncə dayanaq. Çünki bu adam mayın 1-dən gedir. İndi hesablayaq ki, biz bu adamın 126-cı günü nə vaxtda bitir? Deməli, mart ayı, may ayı da 31 gündür, iyun ayı 30, iyul ayı 31, avqust ayı 31, neçə elədi? 92, yox 122. Deməli, bu adam 4 sentyabrda, yəni 4 sentyabrda yox, hətta 3 sentyabrda 6 gün. Baxın 123 belə eləyir 3 gündə. Deməli bu adamın tamamlamağı gəlir sentyabr 3-ünə. Mənə lazımdır ki, sentyabrın 3-ünə qədər olan iş günləri. Maydan da sentyabrın 3-ünə qədər olan iş günlərini hesablayaq. May ayı deyir ki, bizə 23 günü var. İyun ayı deyir ki, 17 iş günüm var. İyul ayı deyir ki, 23 iş günüm var. Avqust ayı deyir mənə, daha doğrusu avqust ayı deyir 21 iş günüm var. Sentyabrın 3-ü də elə 3-ü də 3 gündür, iş günüdür. Sentyabrın 1-dən 3-ünə qədər iş günüdür. Mənə lazımdır ki, iş günlərimin cəmini tapım. Çünki mən vurmada bunun üzərindən gedəcəm. Rahat hesablayıram, çıxardıram ki, 84 iş günü var. Yəni ki, may ayında sosial məsuliyyətə çıxan şəxs, deməli, sentyabrın 4-də axırıncı günüdür. Və mənə lazımdır ki, həmin o aylardakı iş günlərinin cəmini tapım. Çünki düsturda hesablamada biz iş günlərinin üzərindən gedirik. Bərabərimi qoyuram, may ayında mən artıq sosial məsuliyyət hesablayıram. Yenidən eyni qayda, topla, əmək haqqılarının cəmi. Aha, bax, burada ehtiyatlı olmaq lazım. Son 12 ay, yəni qanunverici bizdən son 12 ay istəyir. Birdən səhvi ilə qaldırarsınız 12 aydan yuxarı, avtomatik o hesablanma qanun pozuntusu olacaq. Bölürsünüz nəyə? Son 12 aydakı əmək haqqılarının, daha doğrusu iş günlərinin cəminin sayısına. Yenidən yeni qaydadan topla verirəm. Yenə buradan son 12 ayı çəkirəm. Daha sonra vururam 84'ə. Yəni ki, neçə iş günü varsa onun sayısına. Buyurun, 4000 bu qədər. Çəkək, 4171 manat 50 qəpik. Yəni bu adamın sosial məzuniyyətinin məbləği olacaq məhz 4171 manat 50 qəpik. Bu da bizim rahat şəkildə, yəni da indi rəngliyib bəzəmədim. Yəni ona görə belə sadə görünəcə bilər. Yəni uzun formada da yazmadım. Yəni rahat şəkildə. Bilin ki, işçinin də sosial məzuniyyətdəki əmək məzuniyyətinin hesablanması hansı formada olur? Təkrarən bir daha təkrar gedirəm, yəni şifahi formada başa salıram. Rahat şəkildə rekordinqlərinizi izləyə bilərsiniz.
Deməli, əmək məsuliyyətinin hesablanma qaydası. Bildik ki, çıxacağı aydan öncəki ayların əmək haqqıları toplanılır, bölünür ayların sayısına. Average, yadınıza düşdü, mən orada ortalama düsturunu verdim. Ortalamada öz ayları toplayır da bölür ayların sayısına da. Sonra nə edirdik? 30/4-ə bölürdük. Bu zaten əmək məsuliyyəti hesablanmasında düstur bizdən bunu daha doğrusu tələb eləyir. Bölürəm 30/4-ə, vururam məsuliyyətə çıxacağı günlərin sayısına. Orada yazılır məsələn 14 gün, 20 gün, neçə gün məsuliyyət çıxırsa, həmin məsuliyyət günlərinin sayısını da vururuq. Məsuliyyətin hesablanması o formadaydı. Sosial məsuliyyətdə də belə idi ki, məsuliyyətdən çıxacağı sosial məsuliyyət, yəni hamiləlik məsuliyyətində gedəcəyi aydan son 12 ayın əmək haqqıları 12 ay olmaya da bilər. İndi 10 ay ola bilər, 11 ay olar. Onda yenə də həmin ayları toplayırsınız. Amma ən çox son 12 aydır. Son 12 aya əmək haqqıları toplanılır, bölünür. Baxın, burada iş günləri yazılır. Gördüyünüz kimi. Sırf bu sol tərəfdə. Biz hər ay istehsalat təqvimi və 24-ün istehsalat təqvimini açdım. Sizə başa salmaq üçün açmışdım ki, rahat şəkildə göstərim. Həmin o iş günlərini yazırıq, həmin aylardakı iş günləri. Son 12 aydakı əmək haqqıları toplanılır, bölünür 12 aylardakı iş günlərinin cəmisinin sayısına. Və yaxud bu 4171-i tapanda düstur yazıda düşdüsə. Sonra mənə lazımdır ki, bu hissənin 126-cı günü nə vaxt istehsalat təqvimini açıram, baxıram ki, 126 gün nə vaxt tamamlanır. Həmin sonra da tapdım ki, burada tapdıq ki, sentyabrın 3-də bu adamın 126-cı gün tamamlanır. Deməli, mənə lazımdır ki, mayın 1-dən sentyabrın 3-nə qədər neçə iş günü var? Çünki sosial məsuliyyətin hesablanmasında biz istəyirik ki, daha doğrusu düstur bizdən tələb edir ki, sən onun hesablamalısan 126 gündəki iş günlərisinin cəmisinin sayısına vurmalısan. Mən 126-cı gün tapdım, sonra nə edirəm? Buradan vururam, avtomatik hesablanır ki, 126 gündə 84 iş günü var. Heç nə, avtomatik vurursunuz, onu da 84-də. Bu da oldu sizin Excel üzərindən sırf əmək məsuliyyəti və sosial məsuliyyətlərin hesablanma qaydası. Ümid edirəm ki, hər birinizə aydın oldu dostlar. Qoşulduğunuz üçün hər birinizə dərindən təşəkkür edirəm ki, həqiqətən bir çoxunuzun adlarını görürəm burada ki, həqiqətən 3 dərsin üstünə də qoşulanlar var idi. Mənim üçün də çox xoşdur. Düzdür, indi bilirəm, rekordikdən izləyə də bilərsiniz, fərq eləmir. Yəni, mənim əsas məqsədim sizə öyrətməkdir burada ki, ən sadə dildən, yəni Excel-i rahat formada tətbiq edin. Daha burada 80-90 dənə düstur yazmadım, ağır-ağır cədvəllər yazmadım. Çünki bayaq birinci dərsdə bildirmişdim ki, burada beginner səviyyədə Excel-i bilən ola bilər, orta səviyyədə də, yüksək səviyyədə də bilənlər ola bilər. Ona görə hamının ortaq bir məxrəci gəlib belə keçdim ki, yəni rahat şəkildə bilin ki, məzuniyyət bu formada rahat şəkildə hesablayırsınız. Daha oturub kalkulyator açmağa, nə bilim oturub dənə-dənə barmaq-barmaq saymağınıza ehtiyac yoxdur. İstehsalat təqvimi əlinizdə, Excel-də əlinizdə. Bizə də nə, sadəcə sadə düsturlarca tətbiq eləyirsiniz, bu qədər sadə. Növbəti dərsimiz sabah da məhz ezamiyə xərclərinin hesablanmasıdır. Bir də ezamiyə zamanı əmək haqqının hesablanmasıdır. Sabah da mütləq qoşulun, çünki sabah mənim sizdən sonuncu dərsimdir. Excel-də ezamiyyənin hesablanmasıdır. Hər birinizi sabah dərsdə görmək istəyirəm. Narahat olmayın, o bayaq ki, o dosya məsələsindən də o ayların nə formada dediyim ki, özü rahat ardıcı formada yazsın, onu da sizə göstərəcəm. Narahat olmayın, şəkil formasını çəkib atacağım sizə. Cədvəl də atarım, problem deyil, zaten sadə cədvəllərdir, amma yenə də atacağım, qalsın orada. Oturun, rahat şəkildə özünüzə tətbiq eləyin. Sağ olun dostlar, gecəniz xeyrə qalsın, sabah görüşənədək. Sağ olun. Sağ olun.